Salam, niyyətdə nə deyək, aleykum salam, sual yazıblar. Niyyət ümumiyyətcə dildə deyilmir. Niyyət qəlbdə edilir, yəni qəlbdə olunan əməldir. Yəni insan niyyəti dilində demir, dildə tələffüz eləmir. Örnək verirəm, qoy asan da olsun. Örnək verirəm, məsələn, zöhr namazını, əsri, sübh namazını insan qılacaq. Bu bir insan artıq namaza qalxırsa, bu onun niyyətidir. Yəni bir əməli eləmək istəyirsə, onun niyyətidir. Yəni niyyəti də Allah Taala görür, bilir, xəbərdardır insan niyyətindən. Yəni bəziləri niyyəti dildə deyirlər. Məsələn, namaz qılacaq, dildə deyir ki, qürbətən ilallah, filan zöhrü qılıram, əsri qılıram, məğribi qılıram, qürbətən ilallah. Bu düzgün deyil, yəni niyyəti dildə demək. Çünki niyyət dildə deyilmir, niyyət qəlbdə olmur, yəni. İnsan bir əməli eləmək istəyirsə, artıq onun niyyətidir, yəni niyyəti bəllidir. Və niyyəti də görür Allah Taala, sənin niyyəti, qəlbindəki niyyəti bilir. Oruç tutacaq və yaxud da dəstəmaz alacaq insan, niyyəti qəlbdə eləyir, dildə demir, yəni dildə tələffüz eləmək niyyəti, dildə demək düzgün deyil. Çünki Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm niyyəti dilində tələffüz eləməyibdir. Niyyət qəlbdə olunur, yəni qəlbdə edilir. İnsan qəlbindən keçən onun niyyətidir, yəni qalxır hansısa bir əməli eləməyə, onun niyyəti artıq niyyət eləyib o əmələ.